Deməli, indiki mövsümlə olan qrip və açdınız, biraz arxaya çəkirsiniz. Astası, burada 3 dənə ampuladır. Asistantdır, sonra Dexadır, bir də natriumdur. Bu bronxlara görə öskürək, deməli, boğulma, sonra indiki mövsüm olan virus əleyhinə bəlğəm gətirici. Bunu tez-tez vurma olmaz. Asta-asta vurursunuz ki, və pasientdən soruşursunuz. Ürək bulanma var, baş gicəllənmə var, gözdə qaralma var, boğulma var, iynə vurulan vaxtı. Arada da ki, belə arxaya eləyirsiniz, gözünüzü qan gəldi, təzədən yeni qaytarırsınız. Əslində qanla qarışıq da vura bilərsiniz. Götür, mən götür, asta-asta vurun, götür. Qana qarışdırsınız ki, ampula ilə də, yəni məhlulun ki, necə deyərlər, biraz daha qəşəng geçsin. Pasient çox özünü pis hiss eləməsin. Və qurtarandan da sonra spirit vurursunuz belə. Hər ehtimala qarşı birdən iynə ilə şeyin təması olursa, nə belə edirsiniz, buradan da tutdunuz, tapdınız. Amma sıxmırsınız qolu. Saxlayırsınız, 2 saniyədən sonra özü zaten qan dayanır.